Salam dəyərli müəllimlər, xoş gördük hər birinizi. Güvənin test bankından əvəzi bölməsinin izahının davamına baxırıq. O və əvəzindən sonra vergülün qoyulub qoyulmaması. Hansı cümlədə bu əvəzdən sonra vergül qoyulmalıdır? Bu dövrün adamı deyiləm ki, mən hansı dövr? Mən bilirsiniz ki, təyin olunandan sonra o, bundan sonra vergül qoyulmayacaq. Bu da, burada görürsünüz sözdən sonra bağlayıcı gəlib qoyulmayacaq. Bu əlimlə bəslədiyim sevgidir. Bu əlimlə bəslədiyim sevgidir. Sevgidir nə bu? Mübtədada özün sonra isim gəlib vergül qoyacaqsan. Bu gizli eşq ilə yaşayacağam. Bu gizli eşq ilə. Bura təyindir, qoyulmayacaq. Bu həm də mənim özün sonra bağlayıcı gəlib qoyulmayacaq. 75. Hansı cümlədə vergül işarəsində səhv qoyulmuşdur. O bu kimdir belə? Mən belə də deyə bilərsən də. O bu kimdir belə? Elə ki o ilə bunu həmciz üz kimi düşünsən, burada vergülün olması normaldır. Ona görə elə ki o ilə bunu həmciz üz kimi düşün də. Başa düşdünüz? Burada vergül qoyması normaldır. O bu kəlməni ürəkdən söylürdü. Hə, burada artıq o mübtədada özün sonra bu əvəzi gəlib. Bilirsiniz ki, odan sonra əvəzi gələndə, o budan sonra əvəzi gələn vergül qoyulmayacaq. Ona görə səhvim B-dir, digərləri düzdür. O burada mübtəda mövqeyindədir. O indicə mübtədada özün sonra zərf gəlib. O mübtədada özün sonra göz ismi gəlib. Problem yoxdur. 76. Bu əvəzindən sonra vergül bəlkə də A variantı çox adama qarşı gəldi. Deyirəm o, bu, başqası. Bu mənada düşünsən müəllim, elə ki həmci sözlər kimi düşünsən vergül qoyulması normaldır, yaxşı? 76. Bu əvəzindən sonra vergül qoyulmalıdır. Bu işlərdən baş çıxarmaq çox çətindir. Hansı iş bu iş qoyulmayacaq? Bu ki ədat gəlib qoyulmayacaq. Bu da bağlayıcı gəlib qoyulmayacaq. Bu söhbətin axırı heç xoşuma hansı söhbət bu söhbət təyindir qoyulmayacaq. Bu dünənkindən də gözəl alındı. Mənim bu mübtədadır. Dünənki də sifətdir. Vergülün qoyulması doğrudur. Qoysaq doğrudur. Belə. Hansı cümlədə o əvəzdən sonra vergül qoyulmamalıdır? Müəllim, A variantında görürsünüz ki, özündən sonra əvəzi gəlib, əvəzi gələndə qoyulmayacaq, cavabın adı. Digərləri doğrudur. Hansı cümlədə o əvəzdən sonra vergül qoyula bilər? Maraqlı suallardan biri. O küçədə dostum yaşayır. O küçədə. Hansı küçədə? Təyinli qoyulmayacaq. Məni o yerlər, hansı yerlər təyinli qoyulmayacaq. O qızı anam da bəyənmişdi. Təyinli qoyulmayacaq. O sözlər kitablara qızıl hərflərlə yazılmışdı. İntonasiya düz deyil. O sözlər, hansı sözlər? Qoyulmayacaq təyindir. O universitetdə əyani təhsil alır. Mən bura qoyula bilər də. O universitetdə əyani təhsil alır. Deyə bilərsiniz ki, müəllim, qoyulmaya da bilər. Bəli, qoyulmaya da bilər. O universitetdə əyani təhsil alır. Hansı universitet? Amma ən azından qoyula bilərmi? Nə edir? Təhsil alır. Kim? O. Olar müəllim. Olar. Deməli, cavabı ne variantıdır? 79. Hansı cümlədə bu əvəzinin sonra vergül qoyulmamalıdır? Bu zənnimcə, özün sonra modal söz gəlib qoyulmalıdır. Bu uşaqlar üçün yazılmış dərslikdir. Mübtədada özün sonra isim gəlib qoyulmalıdır. Bu dünya çoxlarını yola salıb. Hansı dünya təyinli qoyulmamalıdır? Mübtədada isim gəlib qoyulmalıdır. Mübtədada isim gəlib qoyulmalıdır. 80-ci suala baxırıq. O əvəzindən sonra mütləq vergül işarəsi qoyulmalıdır. Mənə elə gəlir ki, o heç bu hadisədən xəbərdar deyil. Burada ədat gəlib qoymayacaqsan müəllim. Sonra əvvəllər o meşəyə ova gedərdi. Bunu iki cür düşünə bilərsən. Əvvəllər o meşəyə ova gedərdi. Bir də əvvəllər hansı meşəyə? O meşəyə. Sənə deyir ki, sonra vergül işarəsi mütləq vergül işarəsi qoyulmalıdır. Burada qoyula da bilər, qoyulmaya da bilər. Hər kəs yerdən bir şey söylüyor, ancaq o danışmırdı. Burada özdən sonra feil gəlib, olsa neynəsən qoyulmayacaq. O yanı qaya, bu yanı qaya, hansı yanı o yanı təyinli qoyulmayacaq. O ədəbiyyatımızda öz üsulu ilə seçilən qadın sənətkarımızdır. Mübtəda qoyulacaq, özü sonra ədəbiyyat ismi gəlib, heç bir problem yoxdur. 81. O əvəzindən sonra vergül işlənə də bilər, işlənməyə də. O gün səni axtarırdım, o gün bir yerdədir, vergül qoyulmayacaq. Zamir o məhəllədə yaşayır, hansı təyinli qoyulmayacaq. O qələmi mənə ver, hansı qələmi təyinli qoyulmayacaq. Coşqun səndən o dəftəri istəyir, hansı dəftəri təyinli qoyulmayacaq. O kənddə işləyir. Nə edir, işləyir, kim? O. Mübtəda kimi düşünə bilərsən, vergül olacaq. Bir də nə edir, işləyir, kənddə, hansı kənddə? O kənddə. Təyin kimi düşünsən də qoyulmayacaq. Deməli, qoyula da bilər, qoyulmaya da bilər. Ən yaxşı yolu bunu izahda demişəm sizə. Onun yerinə bu qoysan, bir də onun yerinə adını qoysan, deməli vergül qoyula da bilər, qoyulmaya da bilər. Məsələn, bax, tutaq ki,
O kənddə işləyir. Onu yerinə bir dəfə Əli adını qoy. Əli kənddə işləyir. Bir dəfə də bunu qoy. Bu kənddə işləyir. Ona görə cavabın E'dir. 82. Hansı cümlədə bu əvəzdən sonra vergül qoyula bilər? Bu qatar gəlib ötməli. Hansı qatar? Bu qatar təyinli qoyulmayacaq. Bu da bağlayıcı gəlib ümumiyyətlə qoyulmayacaq. Bu bayram günündə bəzənməliyəm. Xeyr, hansı bayram günü? Bu bayram günü qoyulmayacaq. Bu danışır, feil gəlib qoyulmayacaq. Bu şagirdin təxəyyülün məhsuludur. Bu şagirdin təxəyyülün məhsuludur. Mübtəla kimi düşünsən qoyulacaq müəllim. Hansı cümlədə vergül işlənməlidir? O həm, mənim bax həmi görsən bağlayıcıdır. Danı görsən bağlayıcıdır. Gələcək feil görsən, gördünüz müəllim? Deməli, bax özündən sonra nə gəlib gəlmədiyinə baxıb da rahat bir qərar verə bilərik. O bina məktəbidir. Burada qoyulmayacaq. O bina məktəbdir. O bina məktəbdir. Hansı bina qoyulmayacaq? Cavabın qalır D variantı. O əlbəttə gələcək. Bu əlbəttə olsa modal sözü. Bunun sağdan sonra zaten vergül qoyulur. 84. Hansı cümlədə vergül işlənməməlidir? O kitab oxuyur. Olar. Kim sonra cavab verir, isim gəlib. O dünəndən buradır. Kim sonra cavab verib, zərf gəlib. O mənim özün sonra mən əvəzi gəlib qoyulmamalıdır. O maraqlı adamdır. Mübtədadır. Maraqlı sifət gəlib qoyulmalıdır. O 3 kitab aldı. Mübtədadır. Say gəlib qoyulmalıdır. Cavabın olacaq C variantı. 85. Hardadır bu 85? Hansı cümlədə işarə əvəzindən sonra vergül qoyulmalıdır? Baxaq. Bu uşağı sizə şagird vermək istəyirik. Xeyr, hansı uşağı? Bu uşağı. Mən mübtəla kimi düşündüm. Alınmadı. İntonasiya pozuldu. Ona görə xeyr dedim. Hansı uşaq? Bu uşaq. Vergül qoyulmayacaq. Bu Arifin maşınıdır. Arifin maşınıdır. Nə bu? Mübtəladır. Özün sonra isim gəlib qoyula bilər. Bu burada hansı sualına cavab verir qoyulmayacaq. Hansı sualına cavab verir qoyulmayacaq. Hansı sualına cavab verir qoyulmayacaq. 86. Hansı bənddə bu əvəzdən sonra vergül qoyulmalıdır? Bu günlər hansı günlər qoyulmayacaq? Bu ancaq ona çatmalıdır. Yalnız ədatdır qoyulmayacaq. Sonra bu atamdan qalan son şəkildir. Nə bu mübtəladır. Özün sonra isim gəlib qoyulacaq. Bu dillənmir. Özün sonra feil gəlib qoyulmayacaq. Bu da özün sonra bağlayıcı gəlib qoyulmayacaq. 87. Hansı bənd o əvəzdən sonra vergül qoyulmalıdır? O ümumiyyətlə qaça bilmirdi. Mən elə anı deyə bilərsən də. O ümumiyyətlə qaça bilmirdi. Modal sözü vergülə problem yoxdur. Cavabın adı. O barədə gələn dəfə danışarıq olmayacaq. Barədə burada qoşmadır. O ki ədatda qoyulmayacaq. Da bağlayıcı qoyulmayacaq. O tərəfdə dayan. Hansı tərəf burada təyinlidə qoyulmayacaq. Cavabın adı. 88. Hansı cümlədə işarə əvəzindən sonra vergül qoyulmalıdır? Aha, o barədə sonra danışaraq. Burada eyni şeydir. Qoşmayalıq qoyulmayacaq. Bu işləmək feildir. Qoyulmayacaq. Bu saat əlindədir. Burada da qoyulmayacaq müəllim. Hansı saat bu saat? Bu da bağlayıcı qoyulmayacaq. Bu əlinin imtahan verdiyi gün baş vermişdi. Nə? Bu mübtədadır. Özün sonra isim gəlib qoyulacaq. 89. Hansı cümlədə o və əvəzdən sonra vergül qoyulmalıdır? Bu əməliyyatxanada biz də işləmişik. Hansı əməliyyatxana bu əməliyyatxana qoyulmayacaq? Vergül qoyulması səhvdir. Bizdən qoyulmanı soruşur. O deyəsən kitab, bu deyəsən modal sözdür. Mənim bunun sağına soluna vergül var, götür. O yaşıl meydançada biz futbol yarışı keçirəcəyik. Burada o təyində qoyulmayacaq. Bu binanın son mərtəbəsindən şəhər çox gözəl görünür. Burada hansı deyirsən təyində qoyulmayacaq. O sözsüz burada modal sözü qoyulacaq. Cavabın olur 2-5. Sonra 90-cı suala baxırıq müəllim. O əvəzdən sonra hansı cümlədə vergülün işlənmə məqamı səhvdir? O məni əvəzi gəlib qoyulmayacaq müəllim. O da bağlayıcı gəlib qoyulmayacaq müəllim. O başqalarının əleyhinə danışmaqla məşğuldur. Mübtədadır, sifət gəlib qoyulacaq. Daha sonra o barədə haqqında barədə qoşmadır, qoyulmayacaq. O qapıda qardaşı ilə qarşılaşdı. Özün sonra isim gəlib kim sonra cavab verir qoyulacaq. Cavabım 1, 2, 4